Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademi Coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün sertifikasiya imtahanına düşə biləcək belə bir sualın izahına diqqət edirik. Qeyd olunub ki, müvafiq olaraq 3-cü, 22-ci və 4-cü saat qurşaqlarının sərhədləri daxilində yerləşən meridianları müəyyən edin. Biz ilk öncə bu saat qurşaqlarının orta meridian və onların sərhədlərini müəyyən etməliyik. 3-cü saat qurşağı şərq yarımkürəsində yerləşdiyi üçün 3,15 ilə 45 dərəcə və onun sərhədləri 45 dərəcə şərq uzunluğu orta meridianı, 45 dərəcədən 7,5 şərqə və qərbə isə onun sərhədləri olmuş olacaq. Yəni 3-cü saat qurşağı olmuş olacaq 37,5-dən 52,5-ə qədər. 22-ci saat qurşağı qərbdə yerləşir. 30 dərəcə qərb uzunluğudur. Bu da 22,5-dən 37,5-ə qərb uzunluğuna qədərdir. 4-cü saat qurşağı isə şərq yarımkürəsində 4-ü vurduq 15-ə 60 dərəcə. 60 dərəcə şərq uzunluğu, bu da 52,5-dən olacaq 67,5 dərəcə şərq uzunluğuna qədər onun sərhədləridir. İndi qeyd olunub 3-cü saat qurşağının sərhədləri daxilində yerləşər. Təbii ki, neçə? 50 dərəcə şərq uzunluğu. 22-ci saat qurşağının sərhədləri daxilində yerləşmiş olacaq 24 dərəcə qərb uzunluğu. 4-cü saat qurşağının sərhədləri daxilində yerləşmiş olacaq 53 dərəcə şərq uzunluğu. Cavab variantımız 1, 3, 4 olmuş olacaq. Müvafiq olaraq deyil.